Bu günləri söz verdiyim kimi fizionomiya nədir və nə işimizə yarayır mövzusunda bir canlı yayım açacağım və bununla əlaqəli sizlərlə bəzi məlumatları paylaşmaq istəyirəm. Mən fizionomiya ilə əlaqəli paylaşım etdikdə görürəm ki, insanlar o qədər də reaksiya vermirlər, nəinki fitoterapiya məsələləri ilə paylaşım etdikdə. Əslində hər bir xəstəlik, hər bir sağlamlıq bir duyğu ilə əlaqəlidir, duyğu məsələsidir. Ona birazdan ola bilər vaxtımız çatsa danışacağım, onun barədə məlumat verəcəm. Amma ilk olaraq fizionomiya nədir? İnsan oxumağa möhtac bir kitabdır. Bu kitabı oxumaq üçün lazım olan elm də fizionomiya elmidir. Bu fizionomiya elmi ilə çox qədimdən məşğul olurlar. Sadəcə olaraq son 100 ildə Azərbaycandan, bizim coğrafiyadan bunları müəyyən qədər sıxışdırılmış və gizlədilmişdir bu informasiyalar. Amma bizim özümüzə qarşı bundan çox gözəl, məharətli istifadə etmişlər. İlk olaraq bunun biraz qədimi tarixlərindən danışmaq istəyirəm. Bunun tarixi qədim Sümerlilərində bəzi rəsmlərində, bəzi əlyazmalarında müşahidə edilməkdədir. Əgər kimlərsə Anunnakilərlə əlaqəli bir videolara baxıbsa, bu videolar qarşılarına çıxıbsa, Anunnaki şahzadəsi olan Enlil, güc-qüdrət sahibi olan Enlil göründüyü kimi alnı dik, üzü düzbucaq forması, çənəsi çox güclü olan bir xarakter kimi qələmə verilib. Amma onun qardaşı Enki isə elm, savadlı sahibi olan bir xarakter isə alnı geniş və biraz da arxaya doğru üzü üçbucaq formasında olan bir fiqur kimi təsvir edilir. Bir çox mədəniyyətlərdə də adlar dəyişilsə də ancaq üz formaları çox maraqlıdır ki, eyni formada verilir. Bu təsadüfdür. Mən şəxsən təsadüflərə inanmıram. Bunun çox qədim tarixləri vardır. Bundan əlavə olaraq bu fizionomiya məsələsi bir çox mədəniyyətlərdə, bir çox tarixi araşdırmalarda da qarşımıza çıxır. Misal olaraq Çin mədəniyyətində də fizionomiyadan çox geniş istifadə olunur. Qədimdə Çində bir belə anlaşmaya, bir danışığa gedən məmurun baş barmağını kəsərlər. Ona görə baş barmağı kəsərlər ki, bunun kim olduğu təyin edilməsi, nəyə görə baş barmaq emində. Üzümüz bizim %40'ımızdır. Əlimizdə isə olan məlumatlarsa, yəni ki, barmaqlardır, əl forması, cizgilərdir və s. və l-axır, bunlar 60%-dir. Amma tək barmağın özü isə, baş barmağın özü isə insanın %65-idir. Yəni, insanın özü ilə əlaqəli bir çox məlumatlar, ailəsi ilə, qohumları ilə əlaqəli və bir çox soy kökü təsbiti ilə əlaqəli bir çox məlumatlar da gördüyümüz yer baş barmağıdır. Ona görə də Çində, qədim Çində bu baş barmaq məsələlərinə daha çox üstünlük verirdilər. Və bundan əlavə olaraq qədim Yunanistanda da, Romada da bu fizionomiya məsələsində daha çox istifadə olunur, daha çox bundan maraqlanan insanlar olub. Qədim Yunanistanda hər kəsin tanıdığı Aristotel bundan çox geniş istifadə edib və çox geniş bundan məşğul olub. Eyni zamanda bu Aristotelin belə bir araşdırmalı olub. Həbs edilən cinayətkarlar, həbs olan insanların bunun yanına gətirilərmiş və bu insanın üz şəkillərini, əl şəkillərini, əl cizgilərini, əl formalarını, bütün əlamətlərini çəkərmiş və sonda da bunları qruplaşdırılmış və bir şey fərq görüb ki, eyni üz tipinə sahib olan və eyni belə deyək, əl sahibinə sahib olan insanların elədiyi cinayətlər də bir-birinə uyğun gəlib və bunları qruplaşdırmağa başlayıb və daha sonra bir maraqlı bir baş barmağına əlaqəli də bir müşahidə edib ki, əvvəlcədən planlaşdıraraq qətl törədən insanların da baş barmaqları eyni olub, eyni formada olub. Bunu detalları vermək istəmirəm. Detallar dərs mövzusu olduğuna görə biraz və eyni zamanda da bundan digər əlamətlər var. Bu əlamətlər də üzərinə gəldiyi halda da
bunu edib etmədiyi məsələləri olduğuna görə mən ümumi olaraq burada məlumat vermək istəyirəm və bunların hamısını Aristotel ayrı-ayrı qruplaşdırıb, üst formasına görə qruplaşdırıb, əl formalarına görə qruplaşdırıb və müşahidə etdikləri də olub ki, gördüyü olub ki, daha doğrusu eyni üst tipinə sahib olan insanların elədiyi cinayətlər də, verdiyi reaksiyalar da, xasiyyətlər də təqribən eyni olub. Və bundan əlavə olaraq bildiyiniz kimi Böyük İskəndər də Aristotelin tələbəsi olub. Böyük İskəndər də, bunun kinosu da var, indi kinodan misallar çəkmək istəmirəm, biraz vaxt almaq istəmirəm, mövzu çox böyükdür və bu günləri mən ümumi olaraq bu barədə məlumat vermək istəyirəm. Böyük İskəndər Yunanistandan Hindistanın sərhədlərinə qədər gedib çıxmasının da səbəbi fizionomiya olub, fizionomiya elmi olub. Fizionomiya elmi əsasında da bu ora gedib çıxa bilib və sual ola bilər ki, necə gedib çıxa bilib? İlk olaraq döyüşlərə çıxanda, belə deyək, səyahətə çıxanda müəyyən bir vaxtdan sonra görüb ki, əskərlərinin müəyyən bir hissəsi bezib, yorğunluq göstərir, getmək istəmir, döyüşmək istəmir və s. və ilə axıra bu cür narahatçılıq görüb və daha sonra müəllimi olan Aristotelə belə bir məktub yazıb ki, qoşunda belə bir vəziyyət var, belə bir problem var, bunlarla qabağa getmək mümkün deyil və düşünürəm ki, müəyyən bir müddətdən sonra biz yarı yolda qala bilərik və mən nə məsləhət verə bilərsən, nə yol göstərə bilərsən və Aristotelin də çox gözəl bir məktuba da cavabı olub və belə bir məsləhət verib ki, alnı dik, burnu kəmərli və almacıq sümüklər ki var üst formada bu hissədə olanlar nə qədər gözə gəlimlidirsə və eyni zamanda qulaqları böyük və çənəsi güclü olan insanları seçkinə. Və Aristotel də bu məktubu aldıqdan sonra bu cürə insanların hamısını seçib, yerdə qalan insanları isə geri qaytarıb və bunların hesabında da Hindistanın sərhədinə qədər gedib. Bu insanlar çənəsi güclü olan dedikdə ilk olaraq çeçenlər düşünün, çeçenlər gəlsin axınıza. Çeçenlər də çənədən çox güclü olan insanlardır, iradəsi güclü olan insanlardır, eyni zamanda da iddialarından geri dönməyən insanlardır. Bundan əlavə olaraq da qədim Romada da bu məsələlərdən istifadə olunub və eyni zamanda tibbi məsələlərdə də fizionomiya istifadə olunub. Fizionomiyadan tibbi məsələlərdə Hipokratın özü, Loğma həkim İbn Sina və bundan əlavə Fəxrəddin Razi həzrətləri də, eyni zamanda da İbn Ərabi, Mövlana və s. Bunlar da fizionomiyadan tibb məsələlərində çox geniş istifadə edib. İbn Sina bildiyiniz kimi əldən, üzdən, ayaqdan, gözlərdən, eyni zamanda da qulaqlardan, burnun tamamından, dildən və dişdən və s. və ilaxır sağlamlıq məsələlərinin təsbitində çox geniş istifadə edib. Gözlə əlaqəli bugünkü gündə bir iridoloji elmi var, hansı ki, iridoloji elmi əsasında insanlarda gözdən bir çox xəstəlikləri, bir çox orqan xəstəliklərini təsbit etmək mümkündür. Və eyni zamanda da bu günləri əldən, üzdən İbn Sina'nın etdiyi metodlarla bir çox sorun, sıxıntılar, bir çox problemləri təsbit etmək mümkündür. Və bugünkü gündə də fizionomiya artıq bir çox ölkələrdə geniş istifadə edilməkdədir. Günümüzdə də Azərbaycanda da artıq bu yayılmaqdadır. Sovetlər dövrü də fizionomiyada çox istifadə olunub və ən çox bugünkü günümüzdə inkişaf eləmiş dövlətlərdə, Fransada, Almaniyada və eyni zamanda Amerikanın özündə də fizionomiya elmindən çox geniş istifadə olunur və Türkiyədə də bu elm çox geniş yayılmaqdadır və onlardan da gələrək bizlərə, Azərbaycana yayılır və bizlər də çalışırıq ki, bacardığımız qədər bildiklərimizlə sizlərlə paylaşım. Ümumi olaraq fizionomiyanın tarixi və özü ilə əlaqəli demək istədiklərimi
dedim, burada çox misallar çəkmək olar, çox örnəklər çəkmək olar və tarixi ilə əlaqəli, istifadə olunan məqamlarla əlaqəli və əsasən lazım olan məsələlər, məqamlara toxundum və bundan əlavə olaraq Osmanlı padşahları da fizionomiyadan istifadə ediblər. Mən 3-cü Bəyazid, mən bildiyimə görə 3-cü Bəyazid də bu fizionomiya məsələsindən istifadə edib. Eyni Aristotelin metodu olaraq baş barmaqlarına baxmaqla bunun cinayəti hansı üzdən törədib-törətmədiyini və yaxud da bunun kimliyini, bir insanın kimliyini tanıyıb-tanımamağına əlaqəli bir çox məlumatları almışlar. Və bugünkü gündə eyni zamanda keçmişdə necə olursa, insan üz formaları və saç formaları var, qaş formaları var, burun formaları və s. və ilə axır. Buna görə insanların psixoloji durumunu və eyni zamanda xasiyyətlərini təsbit etmək mümkündür. Sovetlər dövründə və eyni zamanda bugünkü Rusiyada da fizionomiyadan geniş istifadə edilir və fizionomiya orta məktəb uşaqlarından ibtidai siniflərdə qeydiyyat aparmaqla istifadə olunur. 1-ci sinifdən 4-5-ci sinifə qədər qeydiyyat apardılar. 5-ci sinifdə artıq onun ibtidai sinif müəllimi qərar verir ki, bu uşağı hansı sahəyə yönləndirsək daha faydalı olar gələcəyimiz üçün, millətimiz üçün. Və bir maraqlı faktı sizlərlə paylaşmaq istəyirəm. Başda Vladimir Putin və bir çox dövlət məmurlarına diqqət etsəz, onların üst dodağı nazik və içə doğru olan insanlardır. Bunlar əsl rəhbər insanlardır, əsl rəhbərliyə layiq olan insanlar, seçilmiş insanlardır. Bunlar da təsadüfdən seçilmir, bunlar da fizionomiya vasitəsilə seçilən insanlardır. Və Almaniyada, Almaniya kansleri də bu fizionomiya məsələsi ilə əlaqəli çıxışların birində sual olunub və bu suala əsasən çox gözəl bir cavabı olub. Angela Merkel səhv eləmirəmsə olub. Sual verilir ki, nədən Almaniyada bu qədər mühəndislər yetişir və digər ölkələrdə bu yoxdur? Və onun çox gözəl bir cavabı olur. Deyir ki, biz mühəndisləri orta məktəbdən, uşaqlıqdan biz seçirik və eyni zamanda digər sahələr üzrə istər tibbi sahə olsun, istər təhsil sahə olsun və s. və ilə axıra hər bir uşağın öz bacarığı var, hər bir uşağın görə biləcəyi işlər var və eyni uşağa biz deyə bilmərik ki, bu riyaziyyatda yüksək ola bilər, kimyada yüksək ola bilər, fizikada. Eyni uşaqlar, hər uşağın bacardığı iş var. Və bir məsələ də uşaq düşünün ki, bir istehsal edilmiş məmulat kimi düşünün. Və əgər bu məmulatda bir problem varsa, bir narahatçılıq varsa, bu demək istehsal qüsurudur. Misal olaraq, bunu biraz da detallı aydınlaşdırmaq üçün bir misal çəkmək istəyirəm. Tutaq bir kondisioner alıb gətirmişsiniz. Kondisioner əgər otağı soyutmursa, bu kondisionerin günahı deyil və eyni zamanda bu satıcının da günahı deyil. Bu zavod qüsurudur və yaxud da çox maraqlı bir kondisionerlə əlaqəli bir məsələni demək istəyirəm, uşaqlarla eyniləşdirmək baxımından. Kondisioner tutaq ki, hər kəs bilir, kvadrat məsələsi var, 30 kvadrat var, 35 var, 40 var və s. 30 kvadratlıq bir kondisioneri gətirib 60-70 kvadrat sahəyə qurduqda, təbii ki, bu da sahəni soyuda bilməyəcək və eyni zamanda da uşaq da bu cürədir. Uşağın çəkə biləcəyi yük var. Bu yükə uyğun olaraq uşaq istiqamətləndirməlidir. Bunu da valideynlər, uşaqlar fizionomiyası vasitəsilə bilməlidirlər, tanımalıdırlar. Yəni, hər uşağı, bayaq dediyim kimi, eyni istiqamətdə, Azərbaycanda yanlış bir istiqamət var, yanlış bir, belə deyim, vərdişdirmi, bu nədir, bu insanlarda var. Qonşunun uşağı falan sahəyə getdirsə, mənimki də getməlidir. Mənimki niyə görə getmir məsələsi çox yanlış bir məsələdir. Buna görə mən ümumi anlatım vermək istəyirəm, daha sonra suallara keçmək istəyirəm. Suallarla əlaqəli vaxtımız var hələ ki. Sualı görməmişəm, indi sualı görəndə də cavab verəcəm.
və s. və ilə axıra. Yəni ki, bu uşaqlar, valideynlər öz uşaqlarını uşaqlıqdan təyin edilməlidirlər və s. və ilə axıra. Üz formaları həqiqətən də insan xarakterinə əlaqəli bizə bir çox məlumatlar verir. Əsasən üz formaları, düzbucaqlı üz forması var, oval üz forması var, yuvarlaq üz forması var, kare deyilən üz forması var. Bizə başqa dildə, rus dilində bizə öyrədiblər, amma əslində bunun adı karedir. Yəni ki, hər tərəfi bərabər düzbucaqlı da bəzi yerlərdə deyirlər. Və ən geniş yayılmış da bugünkü gündə mən daha çox analizlərimdə qarşılaşdığımda üçbucaq üz forması üz formalardır. Hər üz formasının da özünün görə biləcəyi iş var, özünün bacaracağı işlər var. Utindi arıqlamaq üçün utindinin faydaları çoxdur, amma utindi arıqlamaq üçün yox, həzm sistemi üçün faydalıdır. Həzm sistemi üçün istədiyin kimi istifadə edə bilərsən. Əgər yağını almısansa, bu az qarına istifadə olunacaq və yaxud da tozunu almısansa, 1 çay qaşığı və yaxud 2 çay qaşığı ağız atılır, üstündən yarım stəkan su ilə içilir. Bu cür istifadə edə bilərsiniz, amma az qarına. Arıqlama məsələsi üçün yox, həzm məsələləri üçün faydalı. Arıqlama məsələsi üçün başqa vasitələr var, onlardan istifadə olunmalıdır. Və ilk öncə kökəlmənin səbəbi aydınlaşdırılmalıdır ki, nəyə görə kilo almısansa, o səbəbə görə də sən kilo verməlisən. Hər kəs eyni səbəbdən dolayı kilo almır və hər kəs eyni səbəbdən dolayı eyni xəstəliyi yaşamır. Bunların yanaşma, bu cürə yanaşma kökündən yanlışdır və hər kəsin özünə uyğun bədən fiziologiyası var, yaşam şəraiti var, qidalanma şəraiti var və s. və ilə axıra. İbn Sina'nın belə bir metodu vardı. Bunun yanına 5 xəstə eyni xəstəliklə gəldikdə hərəsi üçün öz yaşam şəraitinə görə, yaşına görə, cinsinə görə və s. və ilə axıra bu məsələlərə görə ayrı-ayrı tədavi metodları verərdi. Və ona görə də bugünkü gündə eyni məsələni hər bir insana tətbiq etmək düşünürəm ki, bir yanlış məsələdir. Və fizionomiyadan eyni zamanda dini məsələlərdə də din məsələlərində də daha çox görünür, daha çox istifadə olunub və hər kəs düşünürəm ki, Həzrəti Yusuf kinosuna baxıb, Həzrəti Yusuf kinosunda fikir verdiyiniz kimi Həzrəti Yusuf oyuncusu üçbucaq üz formasına sahib olan bir oyuncusudur. Bu da üçbucaq ümumiyyətlə üçbucaq üz forması dedikdə ilk ağla gələn zəka, elm, düşüncə adamı ağlınıza gəlsin. Və Həzrəti Yusuf kinosunda da olan oyuncu təsadüfdən də heç də seçilməyib. Bundan əlavə olaraq da fizionomiya məsələsindən ən çox da Süleyman Peyğəmbər daha çox istifadə edib. Süleyman Peyğəmbər taxta çıxmamışdan öncə, şah olmamışdan öncə, yəni ki, atası Davud Peyğəmbərdən öncə taxta necə çıxacağının imajinasyonu edib. Yəni ki, onun şəkilləndirməsini edib. Şəkilləndirmə deyəndə, imajinasyon deyəndə nə deməkdir? Bunu bir örnək üzərindən ən gözəl örnəyimiz Nikola Tesla'dır. Və Nikola Tesla da bir məsələni deyim, Nikola Tesla da üçbucaq üz formasına sahib olan insandır. Yəni, o da zəka səviyyəsi yüksək olan insandır. Nikola Tesla saatlarla, günlərlə bir proyektin üzərində oturub işləməzdi, sadəcə oturub düşünərdi. Nikola Tesla ilk olaraq düşündüyü bir proyekti ilk öncə beynində çertyojunu çəkərdi, onu detallandırardı və detalları öz beynində birləşdirərdi və işlədərdi və daha sonra bu çertyoju real kağıza köçürdərdi və real detallara çevirərdi. Və Nikola Tesla'dan danışmışkən, Nikola Tesla ilə əlaqəli bir məsələni də xatırlamaq istəyirəm ki, Nikola Tesla dünyada deyərdim ki, proyektləri, icadları oğurlanan birinci insanlardan, ən çox proyekti oğurlanan dahi insanlardan biridir, bəlkə də birincisidir. Buna bir sual verirlər ki, sən nədən bu proyektlərin dalınca getmirsən, bu proyektləri axtarışa vermirsən? Onun çox gözəl bir sözü olub, deyib ki, mənim proyektlərimin oğurlanması şərtdir. Əsas şərt odur ki,
o insanların, mənim proyektimi oğurlayan insanların beynində o çertyojlar, proyektlər yoxdur. Bugünkü gündə Nikola Tesla'nın bir çox proyektləri var ki, bunu bugünkü alimlər hələ də istifadə edə bilmirlər. Ona görə ki, Nikola Tesla onun müəyyən bir yerlərində lazımi, belə deyək, açarlar qoyduğuna görə həmin o açarları tapıb istifadə edə bilmirlər. Geniş, detallı danışmaq istəmirəm. Detallı bir çox burada məsələlər var ki, onlar dərs mövzulardır. Hər kəsin bilə biləcəyi məsələlər deyil. Ona görə fizionomiyada belə bir şey var ki, bir əlaməti təsbit eləməkdən öncə ən azı onu 9-10 yerdən görməlisən. Bir əlaməti görüb bu insanda bu var demək düzgün deyil. Ona görə də detallara çox girmək istəmirəm. Bunlarla əlaqəli əgər suallar olarsa, suallar ətrafında da danışa bilərik. Əsas bugün üçün hazırladığım, bugün üçün vermək istədiyim məlumatlar bunlar idi. Fizionom analizlərlə əlaqəli də bir çox məlumatlar var və özümün istifadə elədiyim məlumatlar da var və ən çox ailə məsələlərində də fizionomiyanın çox böyük rolu var. Və mən bayaqları misal çəkəndə Amerikanın adını çəkdim. Amerikada çox gözəl bir fizionomiyadan istifadə qaydası vardır. Əsasən qanuni məsələlərdən mən biraz texniki problemlərimiz. Qanuni məsələlərdən əsasən bu günləri danışmaq istəyirəm. Qanuni olaraq əgər Amerikada bir cütlük rəsmi olaraq ailə qurmaq istəyirsənsə, nigaha girmək istəyirlərsə, nikah dairəsinə başvurduqda onlarda belə bir qanun var. İlk olaraq xanımın lazım olan məlumatlar toplanır və eyni zamanda da bəyin lazım olan məlumatlar toplanır və fizionomistə yönləndirilir. Fizionomist bunu analiz etdikdən sonra nəticələrini, xanımın nəticələrini bəyə, bəyin nəticələrini isə xanıma verir. Yəni ki, siz ailə quranda hansı şəraitdə, hansı hisslərlə, hansı əlamətlərlə qarşılaşa bilərsiniz kimi məlumatlar. Və mənim də analizlərimdə ailə məsələləri ilə əlaqəli bu cürə bir neçə əlamətlər olub, tövsiyə elədiklərim olub, tövsiyəmə baxmayıb peşman olanların da bir neçəsi olub, çox təəssüflər olsun ki. Təqribən 5-6 ay olar ya olmazdı bundan öncə iki düzbucaqlı üst formasına sahib olan insan analiz edim. Bəlkə də biraz vaxt çox olar. Və bunlara bir sual verdim ki, siz bugünkü gündə əgər ailənizin dağılacağını bilsəz, bu ailəni qurarsınız və ikisi də gülərək dedi ki, biz onsuz da bu ailəni quracaq və başqa bir heç bir şey demədim və çox detallarına getmədim və xoşbəxtlik arzu elədim və məsələni də yekunlaşdırdım. Və çox təəssüf olsun ki, müəyyən bir vaxtdansa sonra xoşa gəlməz nəticələr eşitdik. Çox təəssüf olsun ki. Ona görə də istənilən fizionomiya, istənilən sahədə, istənilən yerdə insana vacibdir, lazımdır. Tutaq ki, bir iş görüşməsinə gedirsiniz. Bu iş görüşməsində xəzinəyə görə təşəkkür edirəm. Bu iş görüşməsində sizi qarşılayan insanı tanımaq istəyirsinizsə, siz onunla necə söhbət etməli olduğunuzu bilmək istəyirsinizsə, o zaman fizionomiya sizin bələdçinizdir, köməkçiniz ola bilər və yaxud da bir işçi qəbul etdikdə və yaxud da bir insanı sınadıqda yenə də fizionomiyanın bu sahədə də böyük rolu vardır. Təşəkkür Hüseyn, təşəkkür. Suallar, görürəm ki, elə bir suallar yoxdur. Əgər sağlamlıq məsələlərinə əlaqəli də suallar olarsa, cavablandırmağa çalışaram.
Və insan tanıma məsələlərində bir məsələni də sizlərlə paylaşmaq istəyirəm və canlı efirə çıxmışam. Və təməl insan deyilən bir insan tipi vardır. Ümumiyyətlə, insan vücudumuz bioloji varlıqdır. İstər insanlar olsun, istər heyvanlar olsun və s. Və ilə axıra biz vücudumuz bioloji varlıqdır. Bioloji varlığın təməl olaraq 3 duyğusu vardır. Yemə, içmə, həyatda qalma və nəsil artırma. Bu təməl insanlarda bir insan tipi var ki, təməl insan tipi var ki, bu insanlar yalnız bu 3 hisslərlə dünyaya gəlir və bu hisslərlə də yaşamış olur. Bunların özəllikləri, bir çox özəlliyi var. Üz formaları eyni üz formasına sahib olurlar. Saç forması eyni, göz formaları eyni, burun formaları eyni, əl forması, əlləri kiçik, barmaqları biraz kiçik və eyni zamanda da əlində 3 cizgi olur. Əllərində də belə bir 3 cizgi olan insanlar olur. Həyat cizgisi, ağıl cizgisi və kalp cizgisi, ürək cizgisi olan insanlar olurlar. Bu insanlar hansı universitetə girsələr də, hansı sənətin dalınca girsələr də, bunlar heç bir şey öyrənə bilmirlər. Bunların ancaq görə bildiyi işlər standart təbii işlərdir. Hansı işlərdir bunları, belə deyək, fəhləlik kimi işlərdə işləyə bilirlər. Bu insanlar 40 yaşlarına qədər bu işlərdə, ağır işlərdə işləyirlər və 40 yaşlarından sonra bir müəyyən bir boşluq yaranır və bu boşluqdan sonra belə deyək, həyatlarında ağırlıq yüklər qaldırılmış olur və müəyyən yaşam standartları yüksəlmiş olur deyə bilərik. İnsan tipləri çoxdur. İnsan tipləri hər bir tip özünə görə, öz yaşam tərzinə görə, öz düşüncəsinə görə və s. və ilaxıra vardır. Və mən növbəti çıxışlarda əllə əlaqəli, barmaqlarla əlaqəli və əldə olan təpələrlə əlaqəli məlumatlar paylaşmaq istəyirəm, danışmaq istəyirəm. Amma əslində bu məlumatlar dərs materialları olduğuna görə burada detallı danışa bilməyəcəm, detallı məlumatlar verə bilməyəcəm. Ümumi olaraq hər kəsin bilə biləcəyi səviyyədə məlumatlar verəcəm. Yəqin ki, bunlarla əlaqəli növbəti videolarda danışacağım. Amma əslində bunlar çox detallı məlumatlardır, çox geniş məlumatlardır. O nöqteyi nəzərdən də fikirləşirəm ki, danışım, danışmayım. Və analizlərdən və belə deyək, müəyyən işlərdən vaxt olsa, mən çalışacağım ki, hər cümə günü saat 20:00-da canlı efirə çıxım və təməl səviyyədə hər kəsin bilə biləcəyi, başa düşə biləcəyi səviyyədə fizionomiya ilə əlaqəli məlumat verim.